Hər kəs salam, mən Volkan. Bugün vektorun koordinatları, uzunluğu, cəmi, fərqi və ədədə vurulması mövzusunu işləyəcəyik. Videoya keçmədən əvvəl sizə bir neçə dənə qayda demək istəyirəm. Vektordan vektoru çıxarkən onları uyğun koordinatlarını, komponentlərini alt-alta yazmaq lazımdır. Məsəl üçün A vektorunun koordinatları olsun x1, x2 və B vektorunun koordinatları olsun y1, y2. Bunları deməli, məsəl üçün bizdən istənilə bilər ki, şərtdə A-dan B-ni çıxın. A-dan B-ni çıxdığımız zaman biz almalıyıq x1 ilə y1-in fərqini və x2-nin y2-nin fərqini. Eyni qaydada əgər bunların toplanmasını soruşsa, bunların toplanmasını almalıyıq. Bölünməsi, vurulması ümumiyyətcə tamamilə fərqli bir şeydir. Onu bura qatmayaq. Bir də vektorun ədədə vurulması var. Məsəl üçün A vektorunu hər hansısa bir ədədə vururam. Məsəl üçün 4-ə vururam. Bu zaman A vektorunun hər bir komponenti 4-ə vurulacaq. Yəni 4A bərabər olacaq, daha doğrusu 4 bərabər olmayacaq. Daxilindəki komponentlər olacaq 4x1, 4x2. Bu qaydada. Vektorun uzunluğunun tapılması var. Məsəl üçün A vektorunun uzunluğunu tapmaq istəsək, düsturu budur. Kökün altında x1-in kvadratı üstə gəlsin x2-nin kvadratı. Yəni bu formada yazacağıq. Bir də vahid vektor məsəl üçün qarşınıza çıxa bilər. Vahid vektor uzunluğu 1-ə bərabərdir. Yaddan çıxarmayın. Sadəcə uzunluğu 1-ə bərabərdir. İndi keçid edək birinci suala. Yenə də suallarda qarşımıza başqa qaydalar çıxdıqca onsuz da sizə izah edəcəm. Birinci sualda bizə deyir ki, A-B vektorunu tapın. Biz bunları alt-alta yazaq. Alt-alta yazanda həmişə yadda saxlayın, daha rahat hesablanır. 1 mənfi 3, 3 müsbət 1. Deməli, bunları alt-alta çıxdığım zaman 1-dən 3 çıxanda nə alacam? Mənfi 2. Mənfi 3, mənfi 1 də eləyəcək mənfi 4. Yəni, mənfi 2, mənfi 4 vektorunu alaram. Bu da olar 1-də D variantı. İndi ikinci sualı hesablayaq. 2-də də bunların toplanmasını soruşur. Yenə eyni qaydada yazacağım 1, 2, 1, mənfi 2. Bunları topladığım zaman eyni qaydada 1 ilə 1-i toplayıram, eləyir 2. 2 ilə də mənfi 2-ni toplayanda alt-alta əks işarədir deyənə bunlar bir-birini aparır. Yeri 0 qalır. 2, 0 da Y variantıdır. Baxın, üçüncü sualda bizə deyir ki, hansı vektor vahid vektordur? Vahid vektor nə idi? Uzunluğu 1-ə bərabər olan. Yəni, kökün altında mən bunun komponentlərinin kvadratlarının cəmini tapacağam. Hansı 1 olsa, deməli, həmin vektor da vahid vektordur. A variantından başlayaq. Yazacağıq kökün altında mənfi 1-in kvadratı, üstə gəlsin 0-ın kvadratı. Mənfi 1-in kvadratı müsbət 1 eləyir, 0-ın kvadratı da 0 verir. 1 ilə 0-ı toplasaq, kökün altında 1, kökün altında 1-dən də 1 çıxır. Gördüyünüz kimi 1 aldıq. Yəni, vahid vektorun özü hələ A variantıymış. Dördüncü sualda da yoxlayaq. Hamısını dənə-dənə yoxlayacağım ki, sizə tam aydın olsun. Məsəl üçün, dördüncü sualda A variantında verib. 2 ilə 3. Deməli, mən 2-nin kvadratı ilə 3-ün kvadratını toplamalıyım. 2-nin kvadratı 4, 3-ün kvadratı 9. 4 ilə 9-u toplayıram, eləyir 13. Gördüyünüz kimi 1 almadım. Deməli, A variantı vahid vektor deyil. Keçirəm B variantına. 1, 1 verib. Çox adam bunu qarışdırır, gedir variant olaraq B-ni götürür, amma elə deyil. 1-in kvadratı 1-dir. O birisi 1-in kvadratı da 1-dir. 1 ilə 1-i toplayanda 1 almıram ki, 2 alıram. Ona görə B-ni vahid vektor olaraq seçmək olmaz. Sonra C variantını yoxlayaq. 3-də 1-in kvadratı olacaq 9-da 1, kəsr ədədinin kvadratı. 3-də kök 3-ün kvadratı da olacaq 9-da 3. Bildiyiniz kimi kök 3-ün kvadratı 3 eləyir. Kvadratla kök bir-birini aparır həmişə. 9-da 1 ilə 9-da 3-ü toplayanda 9-da 4 eləyir. Bunda kökün altından çıxaranda 9-dan 3 çıxır. 4-dən 2 çıxır. Olur 3-də 2. Bu da 1 deyil. Bunu sildim. D variantını yoxlayaq. Mənfi 1-in kvadratı olacaq müsbət 1. Mənfi 1-in kvadratı yenə olacaq müsbət 1. 1 ilə 1-in kvadratı 2 verdiyinə görə D variantını da atıram.
Təbii ki, cavabımız hamısı getdiyinə görə Y variantı olacaq. 1-in kvadratı 1, 0-ın kvadratı 0, 1 ilə 0-ın cəmi 1, kökün altından da 1-dən də 1 çıxır. Ona görə cavab olacaq Y variantı. Mütləq qiymət dedikdə onun uzunluğu nəzərdə tutulur. Burada əslində Pifaqor ədədlərini tapmaq olar. 3, 4 bizə verəcək 5 Pifaqor ədədini. 6, 8 bizə 10 verəcək. Bunlar şifahi suallardır. Amma belə, məsəl üçün, yazılı formada da yazmaq olar. 3-ün kvadratı üstəgəl 4-ün kvadratı təbii ki, kökün altındadır, çünki uzunluqdur. Bu da olur 9 ilə 16-nın cəmi, yəni 25 eləyir. 25-dən də 5 çıxır. Yenə siz 5 alacaqsınız. Sadəcə gördüyünüz kimi nə qədər uzun bir yoldan aldıq 5-ci sualda. 7-ci sualda Pifaqor ədədlər 9, 12, 15 B variantıdır. 8-ci sualda 5, 12, 13 C variantıdır. 9-a baxaq. 9-a gördüyünüz kimi vektoru hər hansısa ədədə birinci vurmağımızı istəyir. A vektorunu bizə verib, amma 2A-nı istəyir. Deməli, biz A vektorunu 2-yə vurmalıyıq. A vektorunu 2-yə vurarkən, onun hər bir komponenti 2-yə vurulur. Deməli, mən A vektorunu, yəni 4 mənfi 1-i 2-yə vursam, alacam 8 mənfi 2. Bunu qoyaq qırağa. Sonra B vektorunda gəlin 3-ə vuraq, hətta mənfi 3-ə vuraq, toplayaq. Deməli, bunu da yazaq altından 2A-dır. 2A-nı ifadə eləyir. B vektoru da mənfi 2, 5 olaraq verilib. Bunu da əgər mənfi 3-ə vursam, alacam mənfi 3. Mənfi 2-ni mənfi 3-ə vuranda müsbət 6 alıram. 5-i mənfi 3-ə vuranda mənfi 15 alıram. İndi təkrar yazaq. 8 mənfi 2, biraz səliqəli olsun. 6 mənfi 15. Bunları deməli alt-alta topladığım zaman alacam 14 mənfi 17. Bu da baxaq hansı cavabdır? B variantı. Eyni qaydada 10-cu sual da bu formada həll olunacaq. Deməli, birinci A vektorunu 3-ə vurmaq lazımdır. Gəlin hələ birbaşa yazaq. A vektorunu 3-ə vuranda alacam 3A. 3 səfə 3-ün 9. Mənfi 4-ü 3-ə vuranda mənfi 12. B vektorunu da 2-yə vurmağımızı istəyir. Olacaq 2B mənfi 4. Bu da 10. Hər bir komponentə ayrı-ayrılıqda vurulmalıdır. Sonra da alt-alta toplayaq. Toplayanda deməli nə alacağıq? 9 ilə mənfi 4-ü toplayanda əks işarət deyənə bunlar elə çıxılmış olacaq. Qalacaq 5. Mənfi 12 ilə də müsbət 10 eləyəcək mənfi 2. Böyükdən balaca çıxılır, böyüyün işarəsi yazılır. 5 ilə mənfi 2. Bu da bizə verir A variantını. 11 artıq biraz daha fərqlidir. Bizdən CD vektorunu soruşur. Əgər CD-ni soruşursa, yaddan saxlayın ki, D-dən C-ni çıxırıq. Yəni, birinci yazacağım mənfi 1 ilə 1-i D-nin komponentlərini, sonra da yazacağım C-nin komponentlərini. 2, mənfi 3 və bunları alt-alta çıxacam. Mənfi 1 çıxılsın 2, verəcək mənə mənfi 3. 1-dən mənfi 3 çıxmaq o deməkdir ki, burada da yazıram, 1-dən mənfi 3 çıxmaq o deməkdir ki, mənfi dəyir, toplama olur. Yəni, 1 ilə 3 toplanılır. Ona görə burada mən də 1 ilə 3-ün cəmini yazacağam, 4-ü. Mənfi 3, 4 aldım, bu da A variantıdır. İndi keçid eləyək 12-ci suala. 12-ci sualda bizə eyni qaydadır, CD-ni soruşur. CD-ni soruşanda D-dən C-ni çıxıram. D-nin komponentlərini yazaq, mənfi 1 ilə 3. C-nin komponentlərini yazaq, 3 ilə mənfi 2. Daha sonra bunları alt-alta çıxaq. Deməli, mənfi 1-dən 3 çıxanda eləyəcək mənfi 4. 3-dən də mənfi 2 çıxmaq bir yaxda edilməyən mənfi dəyər toplanır. O da 5 eləyəcək. Mənfi 4 ilə 5. D variantı. Deməli, burada vərəq qutardı. Keçək biraz da buradan yazaq. 13-cü sualda bizə vektorun uzunluğu soruşur. Vektorun uzunluğu dedikdə kökün altında kvadratlarının cəmi tapılmalıdır. Yəni 5-in kvadratı, üstə gəlsin mənfi 12-nin kvadratı, bir də 0-ın kvadratı. Bu əslində Pifaqor ədədlərdə 5, 12, 13 verəcək bizə. 0 çünki sayılmır uzunluq olaraq. Yenə də sizin üçün aydın formada yazım. 5-in kvadratı 25, mənfi 12-nin kvadratı 144, 0-ın kvadratı da 0.
25 ilə 144-ün sıfırın cəmi eləyəcək 169. Kökün altında 169-dan da 13 çıxır. Yəni yenə həmin o 13 cavabını alacağıq. İndi hesablayaq 14-cü sualı. 14-də deyir ki, x-in hansı qiymətində x mənfi 34 vektorunun uzunluğu 5 olar. Uzunluğu 5 olarsa heç nə. Kökün altında kvadratların cəmini 5-ə bərabər eləyirəm. Prosta buradan cavab məndən şifahi olaraq qeyd edeyim 0 eləyəcək. Çünki 3-4 onsuz da mənə 5 verir Pifaqor ədədi olaraq. Bir dənə bura 0 yazmağım kifayət eləyir. Halbuki siz düşünürəm ki, fərz eləyirəm ki, Pifaqor ədləri bilmirsiniz. Yenə də baxın bu qaydada hesablayacaqsınız. X-in kvadratı üstə gəlsin mənfi 3-ün kvadratı. Mənfi 3-ün kvadratı bizə müsbət 9 verir. Sonra 4-ün kvadratı. Bu da bizə 16 verəcək. Bərabər eləyirəm uzunluğu 5-ə. Sonra hər tərəfə gələn kvadratı yüksəldək. 9 ilə 16-nın cəmi 25 eləyəcək. Birinci bunu yazım. X kvadratı üstə 25 bərabərdə 5-ə. Sonra hər tərəfi kvadratı yüksəldirəm. Olur x kvadratı üstə 25 bərabərdir. Ev2 belə kvadratı yüksəltdim. 5-in kvadratı nə olur? 25. Bu 25 ilə sağa atanda 25-lər bir-birindən çıxılır. Qalır x kvadratı bərabərdir 0. Nəyin kvadratı 0-dır? Elə 0-ın. Deməli x-imiz də 0-dır. Yəni C variantı. Keçid eləyək indi 15-ci suala. 15-ci sualda da bizə deyir ki, uzunluğu 10 olar. Eyni qaydada yazıram. Baxın, kökün altında. Birincinin mənfi 6-nın kvadratı olacaq müsbət 36 üstə gəlsin. X-in kvadratı verəcək mənə x kvadrat üstə gəlsin. 8-in kvadratı da eləyir 64. Bərabər eləyirəm, uzunluğu deyir 10 olsun. Elə ona da bərabər eləyirəm. Sonra kök altındakı ifadəni hesablayaq. 36 ilə 64 mənə verir 100. 100 üstə gəl x-in kvadratı bərabərdir 10-a. Eyni qayda hər tərəfi kvadrata yüksəldək. Kvadratdan kök gələcək, qalacaq 100 üstə gəlsin x-in kvadratı bərabərdir 10-un kvadratı sağ tərəf mənə verir 100. Bu 100-ü də atıram sağ tərəfə. Tənlik kimi atanda işarəsi dəyişir. 100-dən 100 çıxılır, yerdə qalır 0. Nəyin kvadratı 0-dır? Eyni qaydada 0-ın. Bu da olur A variantı. Sonra baxaq 16-cı suala. 16-cı sualda bizə vektorların cəmini soruşur. Heç nə, bunları alt-alta yazacağıq. 2, mənfi 3, 4, birdən mənfi 1, 2, mənfi 3 vektorunu. Toplayırıq alt-alta. Bu da verir bizə 1, mənfi 1, müsbət 1. Bu da hansı cavabdır? 1, mənfi 1, müsbət 1 deyə C variantıdır. İndi 17-ni həll eləyək. 17-də də eyni qayda vektorların cəmini soruşur. Alt-alta yazırıq 3, mənfi 1, 6, mənfi 2, mənfi 2, mənfi 1. Alt-alta cəmləyəndə deməli birinci 3 ilə mənfi 2 verəcək müsbət 1, mənfi 1, mənfi 2-nin cəmi mənfi 3, 6 ilə mənfi 1-in cəmi də müsbət 5 verir. 1, mənfi 3, müsbət 5. D variantı. 18-də o dəfə bizdən fərqini soruşur vektorların. Fərqini tapanda da eyni qayda idi. Yenə alt-alta düzürdük. 6, mənfi 3, 0. B vektorunu yazıram 4, mənfi 2, 4. Bunlarda alt-alta çıxıram. 6-dan 4 çıxanda yerdə qalır 2. Baxın, mənfi 3 ilə mənfi 2-nin çıxmaq o deməkdir ki, mənfi dəyər toplanır. Yəni olur mənfi 3, üstə gəl 2. Mənfi 3 ilə müsbət 2 bizə nə verəcək? Mənfi 1 verəcək. 0-dan da 4 çıxanda yerdə qalır mənfi 4. 2, mənfi 1, mənfi 4 aldıq. Düzdür? Bizdən amma bunun uzunluğunu soruşur. Yəni kökün altında tapdığımız komponentlərdə cəmləməliyik kvadratlarını. 2-in kvadratı olacaq 4. Mənfi 1-in kvadratı müsbət 1. Mənfi 4-ün kvadratı 16. Bu da verəcək bizə kökün altında 21. O da Y variantıdır. Sonra 19. 19-da da eyni formada fərqinin uzunluğunu soruşur. 3, mənfi 2, 5. Birincinin komponentləri. 3, 1, 4. İkincinin komponentləri. Bunları alt-alta çıxaq. 3-dən 3 çıxanda 0. Mənfi 2 çıxılsın 1. Bunlar birləşəcək. Olacaq mənfi 3. 5-dən də 4 çıxanda 1 qalır. Eyni qaydada yazıram kökün altında. 0-ın kvadratı verir 0.
Mənfi 3-ün kvadratı verir 9. 1-in kvadratı verir 1. Bu arada toplayanda eləyir 10. Yəni kökün altında 10. Y variantı. Sonra keçək 20-ci suala. 20-ci sualda mənə deyir ki, deməli olarsa C bərabər 4A plus B vektorunun uzunluğunu tapın. Birinci deməli A-nı 4-ə vurmaq lazımdır. A-nı 4-ə vuranda nə olacaq? Mənfi 4, 4. B-ni də olduğu kimi saxlayıram. 1-lə 3. Bizə deyir ki, bunları birinci cəmlə, sonra uzunluğunu tap. Cəmləyəndə alıram. Mənfi 3, 4-lə 3-ün cəmi 7. Uzunluq deyəndə kökün altında kvadratlarını toplayırdım axı. Mənfi 3-ün kvadratı 9, 7-nin kvadratı 49. 9-lə 49-un cəmi kökün altında 58. Bu da verir bizə C variantı. 21-ci suala baxaq. 21-ci suala bu dəfə A-nı deyir 2-yə vurun. A-nı 2-yə vuranda olacaq 2, mənfi 2, 4. B-ni də gəlin mənfiyə vuraq, sonra toplayarıq. Deməli, qabağında həmişə yadda saxlayın, mənfi varsa mənfiyə vurun, toplayın. Elə rahat olacaq sizin üçün. B-ni mənfiyə vuranda olur müsbət 1, müsbət 6, mənfi 4. Bunu dedik toplayırıq. Toplayana nə verəcək bizə? 3, müsbət 4, bir də 4 ilə mənfi 4 bir-birinə aparır, yerdə qalır 0. 3, 4 əslində bizə verir Pifaqora doraq 5-i. Amma yenə də mən sizə göstərim necə yazılır. Kökün altında 3-ün kvadratı, 4-ün kvadratı, 0-ın kvadratı, 3-ün kvadratı deməli 9, 4-ün kvadratı 16, 0-ın kvadratı 0. Bu arada toplayanda kökün altında 25 verir bizə. 25-dən də eyni formada 5 çıxacaq. Cavab olur D variantı. Sonra 22. 22-də A ilə B-nin fərqini istəyir. Birinci A-nı yazaq. Mənfi 2, 5. Sonra B-ni yazaq. 3 ilə 1. Və bunları alt-alta çıxaq. Mənfi 2-dən 3 çıxanda qalır mənfi 5. 5-dən 1 çıxanda qalır 4. Uzunluq soruşduğuna görə kökün altında kvadratlarının cəmini tapacağım. 5-in kvadratı 25. 4-ün kvadratı 16. Bunları toplayıram. Eləyir kökün altında 41. C variantı. 23-də nə deyir? Bir dəqiqə vərəq qutardı. Keçək sağ tərəfə. 23-də bizə deyir ki, vektorlarının cəminin mütləq qiymətini tapın. Deməli, mən bunları birinci toplamalıyam. Çünki cəmi deyir. Yazıram 1 ilə 2, 1 ilə 1. Verilən komponentləri yazıram. Sonra da alt-alta toplayıram. 1 ilə 1-in cəmi 2, 2 ilə 1-in cəmi 3. Kökün altına kvadratların cəmi dedikdə 2-in kvadratı olacaq 4. 3-ün kvadratı olacaq 9. 4 ilə də 9 toplayıram. Mənə verir 13. Bu da kökün altında 13 D variantı. 24 də eyni formada həll olunur. Yenə komponentləri yazıram. Mənfi 2, 5, müsbət 3, 1 və bunları alt-alta toplayıram. Alt-alta toplayanda mənfi 2 ilə 3-ün cəmi böyükdən balaca çıxılır. Böyüyün işarəsi yazılır. 1, 5 ilə 1-in cəmi 6. Uzunluq dediyinə görə kökün altında kvadratların cəmi 1-in kvadratı 1, 6-ın kvadratı 36, 1 ilə də 36-ın cəmi 37. Bu da olur B variantı. 25-ci biraz daha fərqli yol izləyəcəyik. Bunları nöqtə formasında yazmaq lazımdır. Necə? Məsəl üçün bu x nöqtəsidir, düzdür? Biz normalda funksiyanı x, y kimi yazırdıq axı. Bunu gördüyünüz kimi x oxunun üzərindəki rəqəm mənfi 3-dür, amma y oxu yoxdur. Yoxdursa buna 0 deyirik. Yəni mənfi 3, 0 nöqtəsi. Bu da əksinədir. 0, mənfi 2 nöqtəsidir. Mənfi 2 burada y ifadə edir. Sonra da gördüyünüz kimi vektor bu tərəfə doğru gedir axı. Deməli, bunun sonu buradır, başlanğıcı buradır. Bizə sondan başlanğıcı çıxmalıyıq. Yəni 0, mənfi 2-dən, elə bil ki, bu koordinatdan çıxmalıyam hansını? Mənfi 3-dən 0-ı. Bunlar da çıxanda mənfi edəcək. 0-dan mənfi 3 çıxmaq nə deməkdir? Mənfi dəyər toplanır, müsbət 3 eləyir. Mənfi 2-dən də 0 çıxanda elə mənfi 2 qalacaq. Müsbət 3, mənfi 2. D variantı. Sonra keçək 26-cı suala. 26-cı sualda da oxşar şəkildə həll eləyəcəyik. Bu olacaq 0, 2. Bu da olacaq 3, 0.
Deməli, hansından çıxacam? 0, 2-dən, yəni sondan çıxacam başlanğıcı. 3, 0. Bəs bunun hansının son, hansının başlanğıc olduğunu hardan bilirsiniz deyə soruşsaz, baxın, başlanğıcı budur, ox da gedir bu tərəfə doğru. Bu tərəfə doğru gedirsə, orada da qutarar. Deməli, son olacaq 0, 2, başlanğıc olacaq 3, 0. İndi bunları alt-alta çıxdığım zaman 0-dan 3 çıxanda alıram -3, 2-dən 0 çıxanda alıram 2. Bu da olur -3-lə 2. B variantı. Sonra keçək 27-ci suala. 27-ci sualda bizə verib ki, vektorları verilmişdir. Bu vektorların eyni istiqamətli olanları tapın. Vektorlardan eyni istiqamətli olanları tapmalıyıqsa, birinci elə bil ki, bunlardan əmsalı mörc xaricəni çıxarmaq lazımdır. Yəni necə? Məsəl üçün 6 ilə 8-dən mörc xaricəni nəyə çıxarmaq olar? Təbii ki, 2-ni. Yerdə nə qalacaq? 3, 4. Baxaq görək, başqa 3, 4 var. Var. D, M-dir. Deməli, A ilə M istiqamətləri eynidir. Bu da olur D variantı. Bizdən əksini sorsaydı, biz -3, -4 axtarardıq. Hər ikisindən mənfini çıxarmaq lazımdır çünki. Baxın, məsəl üçün 28-də artıq əks istiqaməti soruşur. Gəlin A-dan yenə eyni qaydada mörc xaricəni çıxaraq. Deməli, A-dan nəyi çıxara bilərəm? 2-ni çıxararam. Baxın, bu hissədən. Yerdə qalacaq 2 ilə 3. Məsəl üçün, bundan nəyi çıxara bilərəm? Baxaq görək. -4-ü çıxarıram. -4-ü çıxaranda yerdə nə qalacaq? -2, -3. Deməli, mənfini çıxaranda yenə 2 ilə 3 qalırsa, bunlar əks istiqamətlidir. Buraya yazıram A və B. A və B də hansıdır? A və B deyib, baxın, burada verilib. Amma təkcə A ilə B-ni verməyib, B ilə M-i də verib. Deməli, B ilə M də əks istiqamətlidir. Belə baxanda da görünür olsa. Baxın, bu M-in komponentləri 2 ilə 3-dür. Mənfisi yoxdur. Yəni, müsbət tərəfə doğru hərəkət eləyir. Amma biz B-nin komponentlərini tapdıq. -4 qabağında olmaqla 2, 3. Deməli, biri müsbətdir, biri mənfidir. Bunlar əksdir. Yəni, B ilə M-i də götürmək olar. Ona görə cavab olur C variantı. Sonra 29-a baxaq. Bayaq demişdim, AB vektoru deyirsə, B-dən A-nı çıxırıq. Birinci B-ni yazmaq lazımdır onun üçün. -5, 4. Sonra da A-nı yazacağıq. 0, 2. Bunları gəlin alt-alta çıxaq. -5-dən 0 çıxanda elə -5 alacağıq. 4-dən 2 çıxanda 2 alacağıq. Bizdən bunun modulunu soruşur. Ona görə kökün altında kvadratlarını cəmləyəcəm. Yəni 25 üstə gəlsin 2-nin kvadratı 4. Bunları toplayanda mənə verir 29. O da B variantıdır. Baxın, 30-cu sualda eyni formada həll olunur. Birinci B-nin komponentlərini yazıram. -2 ilə 3. Sonra da A-nın komponentlərini yazıram. -1 ilə 4 və bunları çıxıram. Çıxanda yenə eyni qaydada -2-dən -1 çıxmaq nə deməkdir? --ə dəyər toplama olur. -2 ilə də birini cəmləyərkən böyükdən balaca çıxılıb, böyüyün işarəsi yazılır. Bu da bizə verəcək -1. -1, 3-dən də 4 çıxanda -1 qalacaq. Yenə eyni qayda kökün altına kvadratların cəmini yazacağım. -1-in kvadratı olacaq -1. Yenə -1-in kvadratı -1. Bu da 1 ilə 1-in cəmi bizə verəcək kökün altında 2. Ona görə cavab olur D variantı. Sonra 31-ci suala həll eləyək. Bizə deyir ki, A ilə B-nin cəminin modulu 17 olarsa M-i tapın. Cəm deyirsə, bunları mütləq ki, alt-alta cəmləməliyik. Ona görə birinci A-nı yazaq 5, 7. Sonra B-ni yazaq 3 ilə M. Alt-alta cəmləyəndə nə alacam? 8, 7 plus M. Bunun ümumiyyətlə modulu mənə deyir ki, 17-dir. Modulda uzunluğu idi axı. Deməli, kökün altında bu komponentlərin kvadratlarının cəmi 17-yə bərabər olmalıdır. Ona görə yazıram. Kökün altına 8-in kvadratı. 64 üstə gəlsin. 7 plus M-in kvadratını hələ baxın bu formada yazacağam. 7 üstə gəl M-in kvadratı bərabərdir 17-yə. Sonra hər tərəfi kvadrata yüksəldirəm. Kvadratla kök gedir, qalır yerdə 64 üstə gəlsin 7 plus M-in kvadratı.
bərabərdir 17-nin kvadratı da eləyir 289. Deməli 64-ü sonra keçirirəm sağ tərəfə. 7 plus m-in kvadratı bərabər olur 289-dan 64 çıxmaq lazımdır. Bu da 225 eləyəcək. Sonra düşünürəm ki, 225 nəyin kvadratıdır? 7 plus m bərabər olur deməli 225 bir dəfə 15-in kvadratı olacaq. Həm də mənfi 15-in də kvadratı 225 eləyir. Ona görə bir dəfə də bərabərləyəm mənfi 15-ə. Sol tərəfə həll eləyək. 15-dən 7 çıxanda yerdə qalır 8. Deməli 7-ni sağ tərəfə atanda mənfi olur axı. Mənfi 15 ilə mənfi 7-ni birləşdirəndə eləyəcək mənfi 22. Deməli m-in qiymətlərindən biri 8-dir, digəri də mənfi 22-dir. Bu da bizə verir A variantını. 32-ni də eyni formada həll eləyəcəm. Deməli birinci prosto bu dəfə bunlara alt-alta çıxmaq lazımdır. Yazıram mənfi 2 m sonra 3 ilə 1. Bunlara alt-alta çıxanda alıram ki mənfi 5 bir də m çıxılsın 1. Deməli bunları yazaq modulda bərabərdir 13-ə. Sonra yazıram kökün altında bunların kvadratlarının cəmi. Mənfi 5-in kvadratı 25, m-1-in kvadratı olacaq m-1-in kvadratı hələ. 13-ün də özünü yazıram. Çünki uzunluğu 13-dür. Yenə eyni qayda hər tərəfi kvadrata yüksəldirəm. Kvadratla kök gələndə çölə 25, üstə gəlsin m-1-in kvadratının özü çıxır. Bərabərdir. 13-ün də kvadratı 169-dur. Sonra 25-i sağ tərəfə atıram. Mənfi olacaq, tənlik kimi yazsaq. m-1-in kvadratı bərabərdir. 169-dan 25 çıxıram. 144 qalır. Sonra düşünürəm ki, 144 nəyin kvadratıdır? Təbii ki, 12-nin. Deməli, bir dəfə m-1-i bərabər eləyəcəm 12-yə. Bir dəfə də mənfi 12-yə. Çünki mənfi 12-nin kvadratı da müsbət 144 verir. İndi birinci tənlikdə m bərabər olacaq mənfi 1-i sağ atanda müsbət olur. Toplanır eləyir 13. Amma bu tərəfdə müsbət 1 eləyir. 1-dən 12-nin çıxmaq məcburiyyətindəyim. Bu da bizə mənfi 11 verəcək. Deməli, cavab olur 13 ilə mənfi 11. B variantı. Sonra 33-ə baxaq. Burada da vərəq yavaş-yavaş dolur. Deməli, bizdən AB vektorunu soruşur. AO'nun uzunluğunu A verib. Buradan belə qeyd eləyək. Sonra BO'nun uzunluğunu B verib. Baxın bu formada. Bizdən baxın bu vektoru soruşur. AB-ni necə əldə etmək olar? Baxın uşaqlar, AB-ni əldə etmək üçün mən başqa yol izləyə bilərəm. Birinci A-dan gedərəm O-ya doğru. O-dan da B-yə getməliyəm axı. Amma baxın bunun istiqaməti necədir? A-dan O-ya getmək olur. Amma O-dan B-yə getmək olmur da, düzdür? Çünki bizə BO vektorunu verib B. Bunda mən istiqamətini dəyişəcəm. İstiqamətini dəyişəndə də oxun deməli başı bu tərəf olacaq. B-nin də qabağına mənfi atacağam. Olacaq mənfi B. Yəni bunları birləşdirəndə yan-yana yazanda olur A çıxılsın B. Bu da C variantıdır. 33-sə. 34 də oxşar sualdır. A-onun uzunluğunu bizə verib A. Bunun üzərindən qeyd eləyək. B-onun uzunluğunu verib B. Baxın burada yazaq B. Yenə eyni qaydadan B-dən A-ya doğru getmək istəyirəmsə, deməli, B-dən O-ya gedə bilirəm. Amma O-dan A-ya getmək üçün nə etməliyəm? İstiqaməti dəyişməliyəm. Oxun başı bu tərəfi olsa, deməli A-nın qabağına bir dənə mənfi atacam. Bu arada mən yan-yana yazanı nə alıram? B çıxılsın A. O da hansı variantdır? D variantı. Sonra 35-ci suala baxaq. Burası yeni səhifəyə keçid eləyək. Buradan yazaq. 35. Bizə x-i verib, amma mənfi 3/1 x-i soruşur. Deməli, mən m plus n-i vurmalıyam mənfi 3/1-ə. O da olacaq mənfi 3/1 vurulsun m plus n. Sonra mənfi y-i də vurmalıyam m minus m-ə. Elə y-in yerinə elə bil ki, m minus n yazacağım da. Bu formada olacaq. Sonra mörtəzələri vuraq açaq. Bu bizə verəcək mənfi 3/1 m çıxılsın 3/1 n. Mənfi ilə mörtəzənin daxilinə vurub açanda işarələr dəyişəcək. Olacaq mənfi m üstə gəlsin n. Mörtəzələr açıqdan sonra hesablaya bilərik. Baxın, mənfi 3/1 m. Bir də bu yazılmayan 1 var axı burada. Mənfi 1 m.
Bunlar ikisi birləşəcək, olacaq -3/4m. -3/4m. Bil ki, 3/1-in üzərinə 1 gəlir sizdə. 3/1-in üzərinə 1-i necə gəlirdik? 1-i bu aşağıdakı 3-ə vururduq, eləyirdi 3. Yuxarına sürətlə toplayırdıq. Bu da bizə 3/4 verirdi. Bil ki, 1/3-i düzgün olmayan kəsrə çevirirsiniz. Sonra -3/1 n müsbət n. Biri müsbətdir, biri mənfidir deyən artıq böyükdən balacanı çıxacam. Bil 1-dən çıxıram 3/1-i. 1-dən 3/1-i necə çıxacam? 3 olduğu kimi qalacaq. 1-i 3-ə vuracam, sürəti çıxacam. Bir dəfə üçün 3. Yuxarıdakı sürətdəki 1-i də çıxsam 2 qalır. Yəni müsbət 3/2 n. Bu da baxaq hansı cavabdır? -3/4m müsbət 3/2 n. Baxın B variantıdır. 36 da eyni formada həll olunacaq. Deməli yazaq. Birinci x-in qabağına mənfi atıb. Biz də yazacağıq ki, mənfi x-in komponentləri n plus n-dir. Sonra y istəyir bir də. Yəni -3/1-i də vurmalıyam m minus n-ə. Bununla vurub açanda alacağıq -m çıxılsın n. -3/1 də içəri vuranda olacaq. Bir dəqiqə bərabər niyə qoydum mən? -3/1 m müsbət 3/1 n. Eyni formada bunu yenə hesablaya bilərik. -m -3/1 m bizə verəcək -3/4m. Necə hesablandığını bayaq göstərmişdim. -n müsbət 3/1 n. Biri mənfidir, biri müsbətdir. İşarələr fərqli olduğu üçün böyükdən balaca çıxılır. Prosta bu dəfə böyük -1-dir deyənə, mən əlavə olaraq qabağa bir dənə mənfi atacağam. Bu da olacaq -3/2 n. Baxaq görək bu da hansı variantdır? D A variantıdır. Bunu da bu formada həll eləyəcəyik. Sonra 37-yə baxaq. 37-də bizə deyir ki, lambdanın hansı qiymətində A vektorunun uzunluğu 5-ə bərabərdir. Uzunluq dedikdə biz kökün altında kvadratlarının cəmini tapırdıq. Və yaxud da başqa formada həll eləmək olar. Uzunluq 5-dir, yəni bu Pifaqor ədləri də düzdür. Hansı Pifaqor ədləri bizə 5 verirdi? 3, 4, bir də 5. Prosta ortadakı mənfi və yaxud da müsbət olmasının fərqi yoxdur. Nəyə görə? Çünki kökün altında olsa kvadratlarının cəmi deyirik. Mənfinin kvadratı da bizə müsbət verir. Yəni biz əslində plus minus 4 olaraq götürməliyik. Bunu da bərabər eləməliyik 2 lambdaya. Baxın bu formada. Buradan da lambda nə çıxacaq? Plus minus 2. Prosta gəlin sizə bunu yenə şifahi olaraq yox, yazılı formada göstərim. Yazacaqsınız ki, kökün altında 3-ün kvadratı, yəni 9 birbaşa yazaq. Üstə gəlsin 4 lambda kvadrat bərabərdir 5-ə. Hər tərəfi kvadrata yüksəldəcəm. Olacaq 9 üstə gəlsin 4 lambda kvadrat bərabərdir 25-ə. 25-dən 9 çıxanda qalacaq 4 lambda kvadrat bərabərdir 16-ya. 16-nı 4-ə bölsəm alacam lambda kvadratını müsbət 4. Nəyin kvadratı 4-dür? Bir dəfə müsbət 2-nin, bir dəfə də mənfi 2-nin. Yəni plus minus 2 eyni cavabı alırıq. Bu da olur B variantı. 38-də prosta Pifaqor ədləri olmadığı üçün məcbur ancaq yazılı formada həll eləyə bilərsiniz. Problem yoxdur, eləyək. Eyni qaydada olsa 16 lambdanın kvadratı üstə gəlir. -8-in kvadratı 64. Bu da bizə verir 4 kök altında 14-dür. Hər tərəfi kvadrata yüksəldək. Kvadrata yüksəldəndə yaddan çıxarmayın. Həm 4 ayrılıqda kvadrata yüksəlir, həm də kök altında 14. Sol tərəfin həllində olacaq. 16 lambda kvadrat üstə gəl 64 bərabərdir. 4-ün kvadratı 16, kök altında 14-ün kvadratı. Hələ müsbət 14 verir bizə. Bil köklə kvadrat gedir. Bunu da hesablayarkən 16-nı 14-ə vurmaq lazımdır. 16 lambda kvadrat. Bir dənə baxım görüm daha asan yolu varmı? Əslində var. Baxın bu da, bu da, bu da. Hamısı 16-ya bölünür. Gəlin bunları 16-ya bölək. Sol tərəfi eləyəcək, ayrı aralıqda bölmək lazımdır. 16 lambda kvadratını 16-ya böləndə olur lambda kvadrat. 64-ü 16-ya böləndə olur 4. 16 vur 14-ü 16-ya böləndə 16-lar ixtisar gedir, yerdə qalır 14. Bu 4-ü də sağ atanda mənfi olur axı, çıxılır. 14-dən 4 çıxanda yerdə qalır 10.
Lambda kvadrat da bizə bərabər olur plus minus kök altında 10-a. Bu da olur Y variantı. Sonra keçək növbəti sualla 39-a. Bu videoda 40 dənə sualın izahına baxacağıq. Video çox uzun olmasın deyə bu formada eləyirəm. Növbəti videoda da 40-dan yerdə qalanların hamısının izahını verəcəm. 39-a baxaq. 39-a bizə vektorların uzunluqlarının bərabər olduğunu deyir. Vektorun uzunluğu bildiyiniz kimi kökün altına kvadratlarının cəmidir. Yəni yazacağıq ki, komponentlərinin deməli 4 minus m-in kvadratı üstəgəl 3-ün kvadratı 9, birbaşa yazaq. Bu birisində də olacaq 5-in kvadratı, yəni 25, üstə gəlsin m plus 2-nin kvadratı. Sonra hər tərəfi kvadratı yüksəldək. İçəridəkilərin hələ özünü alacağıq. Yəni 4 minus m-in kvadratı üstə gəlsin 9 bərabərdir 25, üstə gəlsin m plus 2-nin kvadratı. Deməli, biz bunu müxtəsarmat usulü kimi də aça bilərik və yaxud da a-nın kvadratı çıxılsın b-nin kvadrat formasını da həll edə bilərik. Fərq yoxdur. Sadəcə ən qısa yol məncə hal-hazırda müxtəsarmat usulü kimi açmaq olar. Bu da bizə verəcək 16 çıxılsın 8m üstəgəl m kvadrat üstəgəl 9 bərabərdir 25 üstə gəlsin m kvadrat üstə gəlsin 4m üstə gəlsin 4. Sağa və sola diqqət etirsəz, hər ikisində m kvadrat var. Bildiyiniz kimi bərabərliyin sağında və solunda eyni işarəli, eyni əmsallı hərflər olanda bunlar bir-birini aparır. Nəyə görə? Çünki mən müsbət m kvadratını sağa keçirsəm mənfi olacaq, eyni şeydən eyni şey çıxmış olacaq. Yerdə qalanları hesablayaq. 16 ilə 9-u topladığım zaman sol tərəfdə alıram 25. Gördüyünüz kimi sağ tərəfdə də bir dənə 25 var. Yəni bunlar hal-hazırda bu formada islah gələcək. Sağdakı 4m-i atsam sol tərəfə. Burada da var mənfi 8m. Yan-yana qoysam olacaq baxın bu formada. Mənfi 8m çıxılsın 4m. Nəyə görə çıxılsın 4m? Ortada bərabərliyi var axı. Sağdakı müsbət sola doğru keçəndə olacaq mənfi. Sağ tərəfdə bir dənə nə qaldı? 4 qaldı. Sol tərəf eləyir mənfi 12m bərabərdir müsbət 4-ə. M də buradan çıxır mənfi 12-də 4. 4-ü 12-yə bölürəm. Bununla maksimum ixtisar eləmək olar. Cavab qalır mənfi 3-də 1. O da C variantı. Sonra 40-cı sualı hesablayaq. 40-cı sual da eyni qaydadadır. Yazıram kökün altında 5 plus m-in kvadratı üstə gəlsin 12-nin kvadratı bərabərdir kökün altında 13-ün kvadratı üstə gəlsin m minus 1-in kvadratı. Hər tərəfi kvadrata yüksəldək. Olacaq 5 üstə gəlsin m-in kvadratı üstə gəlsin 12-nin kvadratını birbaşa yazaq 144 bərabərdir 13-ün kvadratı da eləyir 169 üstə gəl m minus 1-in kvadratı. İndi müxtəsarmat üsullarını açaq. Olur 25 üstə gəl 10m üstə gəlsin m kvadrat üstə gəlsin 144 bərabərdir 169 üstə gəl m kvadrat çıxılsın 2m üstə gəlsin 1. Deməli, sağdan soldan eyni işarəli olanlar dediyim ki gedir. Yəni m kvadratları yenə gedəcək. Baxın, sol tərəfdə 25 var, 144 var. 25 ilə 144-ün cəmi 169 eləyir. Bu sağdakı 169 da bu formada islah olunacaq. Sonra sağda mənfi 2m var. Bunu ataq sol tərəfə. Sol tərəfdə də 10m qalmışdı. Olacaq 10m üstə gəlsin 2m bərabərdir. Sağ tərəfdə bir dənə 1 qalır ədəd olaraq. 10m-dən 2m-i toplayıram, olur 12m bərabərdir 1. M-i də buradan tapanda sağı sola bölürəm. Yəni 1-i 12-yə bölürəm. M-imiz də 12-də 1 olarsa cavab olur Y variantı. Uşaqlar, bugünkü videomuz bu qədər idi. Kanala abunə olub video like atmayı yaddan çıxarmayın. Ən qısa müddətdə vektorların davamı gələcək. İzləmədə qalın. Növbəti videolarda görüşəndək sağ olun, salamat qalın.